Salam aleykum əziz dostlar. Bəzi insanlara orada görən mənə rəylər bildirirlər ki, Ayla xanım nəsihət edirəm, Ayla xanım şəkil internetdə, Ayla xanım və digər. Baxın, İslamı elə lazım deyil təbliğ eləmək ki, dinləyəndə sizi İslam dinindən insanlarda elə fikir formalaşır ki, sanki İslam gerdə qalmış bir dindir və qadının orada hüquqları yoxdur. Xeyr, elə deyil. Qadın xeylağı evdən icazəsi varsa işləyə də bilər, həkim də ola bilər, müəllimə də ola bilər, cəmiyyət arasında da ola bilər və hər insanın niyyətinə baxır. Siz bilirsiniz ki, 2020-ci illərdə aktiv olurdum sosial mediada və ermənilərlə debatları aparırdım. Onda mənim hicabım yox idi. Əlhəmdülillah ki, bugün artıq Allah mənə də qismət elədi. Mən nə vaxtsa incəsənəti bitirən adamam, amma təbii ki, ona xətt çəkdim. Çünki Allaha xatir mən uzaqlaşdım. Bu artıq 17 il qabaq demək olar ki, olan bir işdir. Və siz bilirsiniz ki, yəni mən hər zaman sosial mediada olmuşam. Bilirsiniz, insanın niyyətinə baxır. İnsan, misal üçün bilirsiniz, biz hər zaman tarixdən danışmışıq. İndi də mən müsəlmanlara dəstəyəm və sizin qarın ağrınız iminlə bax budur. Bilirsiniz nədir? Siz istəmirsiniz ki, Ayla kimi xanımlar canlı yayında haqqı desin. Siz istəmirsiniz ki, hicablı xanımlar bu günləri işdə gücdə olsunlar. Sizi narahat eləyən budur, bəzilərinə bu sözü demək istəyirəm. Amma onu bilin ki, davam edəcəm. Susmayacağım və hər zaman haqqın yanında olacağım. Bu qədər.